Xalqımıza qarşı çoxsaylı cinayətlərdə təqsirli bilinən erməni əsilli 15 nəfərin cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası bugün də davam etdirilir. İclasda zərər çəkmiş şəxslərin ifadələri dinlənilir. İclasın gedişatı ilə bağlı təfərrüatları hazırda Bakı Hərbi Məhkəməsində olan əməkdaşımız Südabə Cahangirli birbaşa bağlantıda çatdıracaq. Südabə, buyurun, məlumatlar sizdə. Hər vaxtınız xeyirli olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi Bakı məhkəmə kompleksində davam edir. Hazırki mərhələdə məhkəmə prosesində cinayət işi üzrə keçən təcavüzkar müharibənin aparılması fəsli üzrə araşdırmalar aparılır, sənədlər, sübutlar tədqiq olunur. 1992-ci ildə Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycana və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayət əməlləri, hadisələri məhkəmədə araşdırılır. Bununla bağlı çoxsaylı fotomateriallar, video materiallar, müxtəlif sənədlər, hadisə yerinin protokolları və digər sənədlər təqdim olunur, tədqiq edilir. Məhkəmə prosesində bununla bağlı dövlət ittihamçıları təqsirləndirilən şəxslərə çoxsaylı suallar ünvanlayırlar. Təqsirləndirilən şəxslərin bəziləri həmin vaxtda hansı əməliyyatlarda iştirak etdiklərini etiraf edirlər, amma bəziləri inkar edirlər. Onlar inkar etsələr də sübutlar, faktlar danışır. Məsəl üçün, məhkəmə prosesində Qaradağlı hücumla bağlı 1991-ci il iyunun 27-sində Qaradağlıya edilən hücumlardan biri, həmin vaxtda Azərbaycanlıların qətlə yetirilməsi, o fermaya edilən hücum, həmin vaxtda qətlə yetirilən Azərbaycanlıların meyitlərinin yandırılması, mal qaralarının talan olunması. Bununla bağlı həmin vaxtı cinayət işi üzrə götürülmüş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri elan olunur. Hansı ki, həmin hadisədə bugün müttəhimlər kürsüsündə əyləşən David İşxanyan da iştirak edib. Amma David İşxanyan həmin vaxtı iştirakı ilə bağlı ona verilmiş suallardan yayınır və iştirakdan həmin vaxtı cinayət hadisəsində iştirak etdiyini etiraf etmir. Amma həmin vaxtda hətta götürülmüş həmin o sübutlarda, faktlarda, ifadələrdə həmin hadisələrdə iştirak edən erməni əsilli şəxslər ifadələrində etiraf edirlər həmin hadisələri. Qeyd olunur ki, həmin vaxtda 1991-ci il iyunun 27-sində Qaradağlıya edilən hücum zamanı Azərbaycanlılar necə qətlə yetirilib, onların meyitlərini necə yandırıblar, 40 baş, iri baş mal qaranı isə onlar talan edərək aparıblar. Məhkəmə prosesində bu cür sübutlar, faktlar olduqca çoxdur və onlar prosesdə tədqiq olunur. Proses açıq keçirilir, media nümayəndələri də iştirak edirlər. Biz bugünkü iclasla bağlı xəbərlərin növbəti buraxılışında daha geniş məlumatların əksini tapdığı xüsusi reportajımızı da təqdim edəcəyik deyərək sözü yenidən mərkəzə studiya ötürürük.